Bir xanım mənə sual verir ki, bəs necə, nədən motivasiya alırsınız? Siz hər şeyi əldə eləmişsiniz. Deyirəm, hər şey əldə eləməmişəm. İndi nəsə varsa, nəsə o əziyyətlə əldə eləmişəm bugünkü günləri, əziyyətimlə, tərimlə. Bax, burada mən danışıram, belimdən tər gedir, onu hiss edirəm ki, tər necə gedir. İndi real danışaq da, bugün biz neysə imkanımız var, biz bura gəlməyə də bilərik. Nə edirik ki, gəlirlər? Buradan biz qazancımız yox, bir şeyimiz yox, məsələn. Pul qazanmırıq, bir şey. Öz işimizlə məşğul olaq, pulumuzu qazanırıq, düzdür. Ancaq yox. Bugün bizim buradakı çıxışımız, sabahki bizim gəncliyimizə uğurlu gələcəyə doğru sloganımız var. Sabah burada olan insanlar şirkətlər yaradacaqlar, işlər yaradacaqlar, kiməsə iş verəcəklər. O da, yəni bunu biz fikirləşirik. Yəni biz bugün buradan qazanaq, biz burada mənəvi qazanc əldə edirik ki, baxırıq gənclərə, gənclərdən stimul alırıq. Bunlar bizə necə baxırlar, bizə necə alırıq. Siz bizi alışlayırsınız, bu bizim qazancımızdır. Həqiqətən bizim üçün xoşdur. Bir də ona görə gəlin yenə bizi alışlayın. Səhər-səhər gəlmirsən, bu qədər insan gəlir, səni izləyir. Və vaxt olub ki, 4-5 il bundan qabaq deyirdim ki, motivator yaranacaq kanal və biz universitetləri gəzəcəyik və bizi belə-belə alqışlayacaqlar. Və bu da necə, o gerçəkləşdi.